Salam dəyərli izləyicilər, bu gün sizlərlə bir yerdə 11-ci sinif 20 sınaq vəsaitindən sınaq 4-ü işləyəcəyik. Başlayaq birinci sualdan. Açılırdı, bəzənirdi, tutulmazdı feillərinin üçünə də aid olan xüsusiyyəti müəyyən edin. Həm məlum, həm də məchul növdə düşünülə bilir. Elə açılırdı sözünə baxsaq, görərik ki, bu sadəcə məchul növdə işlənə bilir. Bir də qayıdış növdə işlənə bilər, amma məlum növdə işlənmir. Ona görə ilə A variantını buradan çıxırıq. Üçü də təsdiq feildir. Açılırdı təsdiq, bəzənirdi təsdiq, amma tutulmazdı inkar feildir. Çünki burada M-mənin qısaldılmış forması, yəni inkar şəkilçisi, az da ar-ərin inkarla işləndikdə bilirik ki, ar-ər inkarla işləndikdə Z-yə keçir, Z-yə keçir. Bu da qeyri-qəti gələcək zamanın şəkilçisidir. Yəni, bu inkardadır. B-ni də çıxırıq. Hər üçü eyni zamandadır. Dedik ki, açılır indiki, bəzənirdi indiki, tutulmazdı isə qeyri-qəti gələcək zamandır. Quruluşca sadə feillərdir. Açılırdı, düzəltmədir, aç sözün kökü ıl leksik şəkilçi, bəzənirdi sadədir, tutulmazdı, bu da düzəltmədir, tut, tutul, leksik şəkilçi, qalanları qrammatikdir. Deməli, hamısı sadə deyil. Həm məchul, həm də qayıdış növdə düşünülə bilir. Deməli, açılırdı sözünü məchul növdə işlətsək, deyə bilərik ki, məsələn, qapı açılırdı. Burada, yəni qapı öz-özünə açılmır ki, onu kimsə açır ya da hər hansı bir külək tərəfindən açılır. Yəni, burada qapı öz-özünə açılmır, məchul növdədir. Qayıdış növdə də, məsələn, deyə bilərdik ki, gül açılırdı. Artıq gül öz-özünə açılır. Daha sonra bəzənirdi. Bəzənirdinə belə deyə bilərik. Məsələn, qız bəzənirdi. Burada qayıdış olur. Öz işi öz üzərində görür. Bir də deyə bilərik, stol bəzənirdi, yaxud otaq bəzənirdi. Artıq burada bu məchul növdə olur. Məsələn, burada da deyə bilərik ki, hava tutulmazdı. Yəni, havanın tutulması qayıdış kimi götürə bilərik. Yaxud məchul kimi də oğru tutulmazdı. Polis tərəfindən tutulmazdı. Burada da bunu daha doğrusu məchul növ kimi işlədə bilərik. Hava tutulmazdı dedikdə burada qayıdış, oğru tutulmazdı dedikdə isə məchul növdə kimi işlədə bilərik. Doğru cavab Y variantıdır. Hər üçü işlənə bildi. İkinci, nümunədəki feillərlə bağlı səhv fikri müəyyən edin. Deməli, feillərə baxaq. Durub göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz. Durub göy üzünə daş atan feili sifət, göy üzü daş saxlamaz. Deməli, hamısı sadə feildir. A variantı düzdür. Biri xəbər şəklindədir. Burada saxlamaz xəbər şəklindədir. Bu da düzdür. Bilirik ki, xəbər şəklinin ifadə vasitəsi zaman şəkilçiləridir. İkisi təsdiq, biri inkar feildir. Bu da doğru fikirdir. Durub bir də daş atan təsdiq, saxlamazsa inkar feildir. Təsriflənən feillərdir. Bu səhvdir. Durub, bu feili bağlamadır. Daş atan feili sifətdir. Yəni, təsriflənməyən feillərdir. Sadəcə saxlamaz, burada təsriflənən feildir. Məlum növdədirlər. Bu da doğru fikirdir. Doğru cavab oldu D variantı. Nömrələnmiş hansı sözlər zərfdir? Deməli, mən uşaq olanda səhərlər bura gələrdim. Olanda feili bağlamadır. Bu cümlə üzvü kimi zərflik olur, amma nitq hissəsi olaraq zərf deyil, feildir. Ona görə bunu götürmürük, birləri çıxırıq. Səhərlər zaman zərfi, bura yer zərfi, 2-ni 3-ü götürürük. Şəhərə gedən dostlarım, şəhər isimdir. Xeyli gəzmişdilər, miqdar zərfi. Deməli, doğru cavab A variantıdır. Sonra isə burada qoşmadır. Dördüncü, icbar növdə feilin işləndiyi nümunəni müəyyən edin. Sakitcə ayağa qalxıb ocağı söndürdü. Ayağa qalxanla ocağı söndürən eyni şəxsdir. İcbar növ yoxdur. Həyətdəki stulları yuxarı qaldırdı. Yenə burada da işi bir nəfər görür. İcbar növdə isə ən az 2 nəfər görməlidir. Taxılları ambara daşıtdı. Taxılları ambara daşıtdı. Yəni, kiməsə daşıtdırdı. Özü daşımır. Bu doğru cavabdır. Ay bala, işığı yandır, sən yandır. Yəni, müraciət etdiyi şəxsə deyir.
Yandırt demir. Yandırt desəydi, yəni kiməsə sən yandırt, o zaman icbar olardı. Amma bir nəfər eləyir deyə icbar deyil. Divardan asılmış rəsmi qopartdı. Yenə burada da eyni şəxs işi görür. Bir şəxs görür, yəni. Hansı cümlədə ıb şəkilçisi ilə işlənən söz feili bağlama deyil? Bilirik ki, ıb şəkilçisi iki cür ola bilər. Keçmiş zaman şəkilçisi, bir də feili bağlama şəkilçisi. Feili bağlamada çox vaxt ara qərəklə yerini dəyişdirərək, əvəz eləyərək bunu müəyyən etmək olur. Deməli, Kamil səhərdən yola çıxıb və artıq şəhərə çatdığını xəbər verib. Deməli, Kamil səhərdən yola çıxıb. Burada artıq zaman şəkilçisidir. Yola çıxaraq kimi əvəz eləyə bilmirik. Artıq şəhərə çatdığını xəbər verərək. Görürük ki, əvəz eləmək də olmur. Deməli, bu doğrudur. Yəni, feili bağlama deyil. A-nı işarə eləyirik. Uşaq əlindəki oyuncağı bərk-bərk tutub heç kəsə vermək istəmirdi. Baxın, bərk-bərk tutaraq heç kəsə vermək istəmirdi. Feili bağlamadır. Biz də gələnlərə qoşulub toy evinə getmişdik. Biz də gələnlərə qoşularaq toy evinə getmişdik. Feili bağlamadır. Uşaq qəfildən yıxılıb ağladı. Qəfildən yıxılaraq ağladı. Feili bağlamadır. Onun narahat olduğunu eşidərək geri qayıtdım. Bu da feili bağlamadır. Xəbər şəklində işlənmiş feili müəyyən edin. Xəbər şəkli dedik ki, zaman şəkilçiləri ilə ifadə olunur. Məqsədimiz işi vaxtında təhvil vermək idi. Məstərdir. Çatar-çatmaz onunla danışmalı idik. Malı-məli. Vacib şəkli. Qapı indi açıq idi. Burada heç feil yoxdur. Belə məsələləri gizli saxlamazlar. Doğru cavab budur. Saxlamaz. Qeyri-qəti gələcək zamandadır və xəbər şəklindədir. Kaş tədbirə bizi də çağıralar. Kaş arzu şəklindədir. Çağıralar. Şəkilçisi də var. Doğru cavab olur D variantı. Hansı nümunədə kursivlə yazılmış ifadə həm subyekt, həm də obyekt məzmunu bildirmir? Həm subyekt, həm də obyekt məzmunu dedikdə burada qayıdış növü nəzərdə tutur. Yəni, qayıdış növ olmayan cümləni seçməliyik. Düşməni səngərdə görən mübariz birbaşa oraya atıldı. Kim atıldı? Mübariz. Qayıdış növdədir. Bayram günü gəlin hamıdan tez bəzəndi. Gəlin bəzəndi. Qayıdış növdədir. Kənd evinin pəncərələri taybatay açıldı. Kənd evinin pəncərələri. Pəncərə öz-özünə taybatay açıla bilməz ki, deməli onu kimsə açır. Bu, məchul növdədir. Uzaqdan əskərlərin başı göründü. Yenə bu da qayıdışdır. Mərcan nənə nəvəsini orada görməyib, dodaqaltı deyindi. Mərcan nənə deyindi, bu da qayıdış növdədir. 8-ci sual. Düzəltmə zərf işlənməmiş cümləni müəyyən edin. Nümunəni müəyyən edin. Əsmər könülsüzcəsinə düzəltmədir. Hərdən bizə nə isə gətirərdi. Hərdən. Bunu da çıxırıq. Yayda kəndimizdə hava çox isti olurdu. Burada yay sözünə da şəkilçisi artırılaraq zaman zərfi yaradılır. Yəni, burada leksik şəkilçidir, düzəltmədir. Yenə də dayanmadan danışırdı. Burada yenə artıq sadə zərfdir. Biz bu nailiyyəti birlikdə əldə etmişik. Bu da birlikdə burada düzəltmədir. Birlikdə. 9. Qaraldın sözündə vurğu 3-cü hecəyə düşərsə, yəni sonuncu hecəyə, aşağıdakılardan hansı doğru olar? Qaraldın, sən qaraldın. Deməli, təhlil eləyək. Qaraldı, bir də n. Xəbər şəklində hesab edilər. Sən qaraldın. Zaman şəkilçisi var, doğrudur. Əmr şəklində işlənmiş olar. Əmr şəklində o zaman işlənərdi ki, vurğu ikinci hecəyə düşsün. Qaraldın, siz qaraldın. Bilirik ki, ikinci şəxsdə əmr şəklində vurğu qəbul eləmir. 2-ni çıxırıq. Tərkibində 2 leksik şəkilçi olar. Səhvdir, 1 leksik şəkilçi var. Sifətdən düzələn feil olar. Bu doğrudur. 1 leksik şəkilçi var, o da sifətdən feil düzəldir. Tərkibində şəxs sonluğu olmaz, bu da səhvdir. N burada şəxs sonluğudur. 10-cu suala baxırıq. Fərqləndirilmiş ifadələr əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Deməli, gec gələn qonaq öz kisəsindən yeyər. Doğrudur, yanlışdır.
Şəxsə və kəmiyyətə görə dəyişmir. Bu birinci hissəyə aiddir. Şəxsə və kəmiyyətə görə dəyişmir, çünki təsriflənməyən feildir. Bu doğrudur. Bunu götürürük. Qayıdış növdədir. Bu səhvdir. Götürə bilmərik. Daha sonra əmr şəklindədir. İkinci sözü deyir. Öz kisəsindən yeyər. Bu əmr şəklində deyil. Üçü də götürə bilmirik. Daha sonra yanlışdır. Xəbər şəklindədir. Birinci xəbər şəklində deyil. Yanlışdır. Bunu götürürük. Çünki yanlışın altında verilib. Sadə feildir. Şəxs sonluğu ilə işlənib. Yeyər. Burada şəxs sonluğu yoxdur. Sadəcə gələcək zaman, qeyri-qəti gələcək zaman şəkildisi ar var. Bu da yenə yanlış fikirdir. Doğru cavab olur 1, 4, 5. İndi isə keçək mətn suallarına. Deməli, birinci mətn Ovçu Qasım mətnidir. Qış gecələrində bikar adamlar Ovçu Qasımın başına yığışıb onu danışdırardılar. O da uzun-uzadı ovçuluğundan, hünərindən, 4 ayını bir gündə ovlamasından, gecə vaxtı darı zəmisində qırığı ilə bildirçin ovlamağından, tüfəngsiz gedərkən yolda 100 tülkü gördüyündən danışardı. Bir qış gecəsi idi. Qasım kənddə isti kömür sobasının kənarında bizimlə söhbət edirdi. Qışın belə günləri ayı ovu üçün çox yaxşı olur. Mən 2 il bundan əvvəl belə bir gündə 4 ayını Hacı Samlı meşəsində ovlamışam. Qasım, ayının 4-ünü də tək özün ovladın. Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gümüş olur. Gümüş öz adını eşidib mırıldadı. Qasım söhbətinə davam elədi. Qırqovul vurmaq üçün dovşan, tülkü, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayır. Həmçinin ördək ovu üçün qış fəslinin əvəzi yoxdur. Ördək dedim, bir şey yadıma düşdü. Sizə nağıl edeyim. Bir dəfə sübh çağı tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından keçərkən gördüm. Allahverən kişinin bağının çəpərinə 6 ördək qonubdu. Yoldaşlardan biri Qasımın sözünü kəsdi. Ay Qasım, axı ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik. Qasım hirsləndi. Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmasınlar. Ancaq bu yerin ördəkləri başqadır. Buranın ördəkləri çəpərə də qonarlar. Hələ desən ağacda yuva da qurarlar. Qasımın pərt olmağını görüb hamımız narazılıq bildirən yoldaşı məzəmmət edib sakitləşdirdik. Qasım başladı. Ördək haqqında söhbətim alınmadı. Sizə qırqovuldan danışım. Buyur Qasım. Atalarımızın məsəli var. 100 gün yaraq, bir gün gərək. Bir gün Qarabağırlıya getməli oldum. Səhər heç kimə bir söz demədən atı minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim. Hərçənd ki, mən tüfəngsiz evdən çıxmaram. Gümüş də yanımdaydı. Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qırqovul pırıldayıb qalxdı. Baxdım, tüfəngim çiynimdə yox. Cəld əlimdəki qamçını qırqovulun dalınca atdım. Qamçının halqası keçdi qırqovulun boğazına və quş bu halda uçub getdi. Bu əhvalatdan bir ay keçmiş, yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm, həmin qırqovul kolların arasından gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəyəm, inanmayacaqsınız, amma vallah bir zərrə yalan yoxdur. Baxdım ki, qırqovulun dalınca 10 və ya 12 balası gedir və hər cücənin boynunda da bir balaca qamçı var. Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş də bu dəfə səsimizdən narahat olub bayıra çıxdı. Deməli, görürük ki, bu bədii üslubda olan bir mətndir. İndi suallarına baxaq. Deyir, mətndə tünd qara hərflərlə verilmiş ifadənin yerində işlənə biləcək sözü müəyyən edin. Deməli, qış gecələrində bikar adamlar. Bikar nə deməkdir? İşsiz. Yəni, işsiz, gücsüz. Elə B variantında budur, verilib burada. Doğru cavab B variantıdır. Digərləri ora uyğun gəlmir. 12. Mətnə əsasən cədvələ uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Mətndə sözün informativ və poetik funksiyasından istifadə edilmişdir. İnformativ dedikdə nə başa düşürük? Məlumat verici xarakterli, gündəlik həyatda işlətdiyimiz ifadələr. Poetik dedikdə də bədii üslubun xüsusiyyətləri olan məcazilik, frazoloji birləşmələr və s. Yəni, bu doğru fikirdir. Mətndə bunlara yol verilib. Fikirlər qəlibə düşmüş standart formalarla verilmişdir. Bu səhvdir. Gəlib standart sözlər, ifadələr deyirsə, bu rəsmi işgüzar üslubun xüsusiyyətidir. Mətnin aid olduğu üslubun şifahi forması yoxdur. Üslub bədii üslubdur. Bədii üslubun da şifahi forması var. Bu da səhvdir.
Fikrin çoxmənalılığına yer verilməmişdi. Bu yanlış fikirdir. Bədii üslubda fikrin çoxmənalılığına yer verilir. Mürəkkəb cümlə və modallıq bildirən sözlərdən geniş istifadə edilmişdir. Bu da səhvdir, çünki mürəkkəb cümlə və modallıq sözlər işlənirsə, bu elmi üslubun xüsusiyyətləridir. Deməli, doğru cavab oldu 1, 4, 5. Mətnə əsasən yanlış fikri müəyyən edin. Qasım ördəkləri necə vurmağından danışmır. Bu doğru fikirdir, sadəcə o gördüyünü orada danışır. Allahverən kişinin bağı kəndin kənarında yerləşirdi. Bu da doğrudur. Hacı Cabbar Qasıma etirazını bildirir. Bu səhv fikirdir. Orada etiraz bildirən Hacı Cabbar deyil. Hacı Cabbar sadəcə Qasımın danışdığı hekayənin içində keçən bir addır. Qasımın qırqovul haqqında söhbəti həqiqətə əsaslanmır. Bu doğru fikirdir. Çünki orada deyir ki, balaları var idi. Balasının boynunda da balaca qamçılar var idi. Bu imkansız bir şeydir. Dediyinə görə Qasım meşədə də ov etmişdi. Bu da doğru fikirdir. 14. Mətndə üzərində rəqəmlər yazılmış sözlər əsasında cədvəldəki doğru bəndləri müəyyən edin. Yəni, mətndə verildiyi mənanı tapmalıyıq, həqiqi yoxsa məcazi mənadadır. Bir də onun mətndəki funksiyasından fərqli funksiyada cümlədə işlədilməsini tapmalıyıq. Əvvəlcə biz verilən sözlərə baxaq. Deməli, üzərində rəqəm yazılan. Deməli, burada deyir, ovçu Qasımın başına yığışıb, onu danışdırırdılar. Ovçu Qasımın başına yığışmaq dedikdə, yəni burada bir yerə toplaşmaq nəzərdə tutulur. Düz onun başının üstünə yığışmırdılar ki, bu məcazi mənalı bir ifadədir. Ona görə burada verilməli idi, bir səhvdir. İkinciyə baxırıq. İkincini tapaq. Bu hissədədir. Deyir, bir dəfə sübh çağı tüfəngi götürüb kənddən çıxdım. Tüfəngi götürmək həqiqi mənalıdır. Doğru verilib. Qəflətən bir qorxulu səs meşəni götürdü. Yəni, meşəyə səs yayıldı. Bu məcazi mənada burada da düzgün işlənib. 2 düzdür. Üçüncüyə baxaq. Ağaclarda yuva da qurarlar. Yuva qurmaq. Yuva qurmaq 4-cüdür. 3-cünü unutduq. Deyir, yoldaşlarından biri Qasımın sözünü kəsdi. Sözünü kəsmək məcazi mənalıdır. Burada düz verilib, məcazi mənadadır. O ayağına dolaşan kəndiri kəsdi. Burada kəndiri kəsmək isə həqiqi mənadadır. Yəni, fərqli mənada düzgün verilib. Bir də yuva qurmaq var idi. Yuva qurmaq həqiqi mənadadır. Burada olmalı idi. Ona görə 4-də səhvdir. Doğru cavab 2, 3. 15. Çərçivə daxilində verilmiş sözlə eyni mənada olan söz işlənmişdir. Əvvəlcə çərçivə daxilində deyir ki, Qasımın pərt olmağını görüb hamımız narazılıq bildirən yoldaşı məzəmmət edib sakitləşdirdik. Məzəmmət etmək bilirik ki, pis bir davranışa görə kimisə qınamaq, onu danlamaq deməkdir. Bizdən burada nə istəyirdi? Eyni mənada olan söz. Sparta məktəblərində müxtəlif cəza üsullarından istifadə olunurdu. Burada eyni mənada bir şey yoxdur. O həmişə gənclərə öz tövsiyələrini verərdi. Burada da yoxdur. Tövsiyə sözü verilib. Bunun məzəmmətlə əlaqəsi yoxdur. Mən onun eyhamını başa düşmüşdüm. Yenə bu da fərqli mənadadır. Səlim bəy kəndə doğru əsəbi şəkildə at sürürdü. Burada da yoxdur. İşini yaxşı görsən, danlıq eşitməzsən, məzəmmət eşitməzsən. Cavab Y. 16-cı sual. Mətnlərin üslubu əsasında cədvəli tamamlayan fikirlər yazın. Əsas mətn və bizə verilən ikinci mətn. Deyir, günaydın cavan oğlan, sabahınız xeyir. Mənim kitab tapmaqda köməyə ehtiyacım var. Hansı mövzuda? Avtomobil. Maşınımı təmir etmək istəyirəm. Bunun üçün sizin mexanika kitabına ehtiyacınız var. Burada görürük ki, gündəlik bir dialoq verilib. Yəni, şifahi bir nitq formasıdır. Bizdən nə istəyir? Üslubu əsasında cədvəli tamamla. Məsələn, mətn haqqında deyə bilərik ki, bədii üslubdadır, təhkiyə əsasında yazılıb, əsas fərqlərindən biridir. Məcazi mənalı, obrazlı ifadələrdən istifadə olunub və xalq danışıq dilinə yaxındır. Yəni, bədii üslubun xüsusiyyətləridir. İkinci mətndə isə, yəni dialoqda, burada hər hansı bir təhkiyə və sair yoxdur. Burada sərbəstlik var. Yəni, iki şəxsin öz arasında dialoq qurması, söhbəti göstərilir. Yığcamdır, təbiidir, söz cümlələrdən istifadə olunmuşdur. Burada bunları yaza bilərik.
17. Mətnə əsasən cədvələ tamamlayan fikirlər yazın. Bizə müddəa verilib, onu əsaslandıran faktlar tapmalıyıq. Deyir, kənd əhalisi Ovçu Qasımın söhbətlərinə maraqla qulaq asırdı. Maraqla ona qulaq asmağına belə deyə bilərik ki, elə mətnin giriş hissəsində də deyirdi ki, qış gecələrində Ovçu Qasımın başına yığışıb onu danışdırardılar, ona qulaq asardılar. Biri bu ola bilər faktın. Bir də, məsələn, deyir ki, Qasımın pərt olduğunu görürlər və narazılıq bildirən yoldaşı məzəmmət eləyirlər. Yəni, onun söhbətinə, onun pərt olub söhbəti dayandırmağını istəmədikləri üçün onu məzəmmət eləyib, yenə söhbətə davam eləyirlər, aranı sakitləşdirirlər. Bunları fakt kimi yaza bilərik. Daha sonra 18. Mətnə əsasən cədvəli tamamlayın. Əvvəlində bu işarə qoyulmuş sözün həqiqi yaxud məcazi mənada olduğunu yazın. Həmin sözün fərqli mənada başqa ifadə. Əvvəlində yenə məcazi mənalı ifadəni müəyyən edin. Bunu cümlədə müəyyən eləyirik. İndi baxaq mətnə. Deməli, birincidə nə deyirdi? Deyirdi ki, sözün həqiqi yoxsa məcazi mənada olduğunu tapın. Söz nədir? Buranın ördəkləri çəpərə də qonarlar. Qonmaq burada həqiqi mənadadır. Yəni, quş uçur, hər hansı bir yerə qonur. Bu, real bir şeydir. Ona görə birinciyə yazırıq ki, həqiqidir. Məcazi mənalı ifadə kimdə yaza bilərik ki, məsələn, onun üzünə təbəssüm qondu. Və s. Əvvəlində bu işarə qoyulan cümlədə məcazi mənalı ifadəni müəyyən edin. Əvvəlcə həmin ifadəni tapırıq. Deyir ki, səhər heç kimə bir söz demədən atı minib yola düşdüm. Burada yola düşdüm. Məcazi mənalıdır. Yola düşdüm. Bir də istəyir ki, həmin ifadəni əvəz edə bilən başqa məcazi mənalı ifadə. Yola düşdümə, məsələn, yola düzəldim deyə bilərik, yol aldım deyə bilərik, yola çıxdım da deyə bilərik. Bu üçündən birini yaza bilərik. 19. Mətndə altından xətt çəkilmiş söz əsasında cədvəli tamamlayan fikirlər yazın. Sözün poetik funksiyada cümlədə işlədilməsi, informativ funksiyada cümlədə işlədilməsi. Deməli, əvvəlcə həmin sözə baxaq. Qasım kənddə isti kömür sobası, kömür sözü verilib bizə. Deməli, informativ funksiya dedikdə həqiqi mənada işlətməyimiz nəzərdə tutulur. Poetik funksiya dedikdə isə məcazi məna. Məsələn, məcazi məna yaza bilərik ki, onun kömür kimi qara gözləri var idi. Burada artıq məcazilik bildirir. Daha sonra informativ funksiyada da belə yaza bilərik ki, adamlar sobaya kömür tökdülər. Yəni, bildiyimiz kömür həqiqi mənada işlənir. Yaxud da bu formada başqa cümlələr də yazmaq olar. 20-ci sual. Yanlış fikir müəyyən edin və seçiminizi əsaslandırın. Birincidə deyilir ki, Qasım xalq ədəbiyyatını bilirdi. Bu doğru fikirdir. O məhz hekayələri də məhz o formada danışdığına görə insanlar ona qulaq asırdılar. Yəni, bilirdi, xalq ədəbiyyatını bilirdi. Dinləyənlərin hamısı heç də Qasım'a inanmırdılar. Bu da doğru fikirdir. Sonda da hamısı gülürlər. Qasım heç kəs hekayələrinə inandırmaq fikrində deyildi. Bu, yanlış fikirdir. Çünki mətndə onun belə bir fikri var idi ki, bir dəqiqə o hissəni tapım. Bu hissədə deyir, indi bir söz deyəcəyəm, inanmayacaqsınız. Amma vallah bir zərrə yalan yoxdur. Yəni, bu artıq and içərək onları inandırmağa çalışır. Ona görə bizə verilən həmin fikir səhv fikirdir. Məhz həmin cümləni, oradakı cümləni də bura köçürüb bunu əsaslandıra bilərik. Sıradakı mətnə baxaq. Himalay dağları təbiətin möcüzəsi. Bu, informativ funksiyada, yəni publisistik üslubda bir mətndir. Himalay dağları dünyanın ən yüksək zirvələrini özündə birləşdirən təbiət möcüzəsidir. Bu dağ silsiləsi Asiyanın cənubunda yerləşir. Silsilə 5 ölkənin Hindistan, Nepal, Bhutan, Çin
və Pakistanın sərhədlərindən keçir. Himalay dağları yalnız gözəl mənzərələri ilə deyil, eyni zamanda təbii sərvətləri və ekologiyası ilə də məşhurdur. Dağın əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə bağlı deyil. Himalay həm də mədəni və dini baxımdan zəngin ənənələrə malikdir. İnsanlar əsrlər boyu bu dağlara hörmətlə yanaşmış, onları müqəddəs hesab etmiş və həyatlarının ayrılmaz bir hissəsi kimi qəbul etmişlər. Himalay dağları təbiətin gücünü və gözəlliyini təcəssüm etdirən yerdir. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi burada yerləşir. Everest 8848 metr hündürlüyü ilə hər il minlərlə alpinisti özünə cəlb eləyir. Bu zirvəyə dırmanmaq fiziki güc və psixoloji dözümlülük tələb eləyir. Himalay dağları geoloji baxımdan da maraqlıdır. Bu dağlar Hindistan plitəsinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində yaranıb və hələ də ildə təxminən 5 mm yüksəlməyə davam eləyir. Bundan əlavə, Himalay dünyanın ən geniş buzlaq sistemlərindən birinə ev sahibliyi eləyir. Bu buzlaqlar isə təxminən 15.000 kvadrat kilometr sahəni əhatə eləyir. Himalayın əhəmiyyəti yalnız alpinistlər üçün deyil, həm də dünyanın ekosistemi üçün əvəzsizdir. Bu dağ silsiləsi Cənubi Azərbaycanın su təchizatının əsas mənbəyidir. Hind, Qanq və Brahmaputra kimi böyük çaylar Himalaydan başlayaraq milyonlarla insanın həyatına təsir eləyir. Himalay dağları həmçinin biomüxtəlifliyi ilə də məşhurdur. Burada nadir bitki və heyvan növləri yaşayır. Qar leoparları, Himalay keçiləri və qırmızı panda kimi heyvanlar bu bölgənin unikal faunasını təmsil eləyir. Bununla yanaşı, Himalayda yerli icmaların mədəniyyəti də çox zəngindir. Bu icmalar əsrlər boyu dağların sərt şəraitində yaşamağa uyğunlaşmış və öz mədəniyyətlərini qoruyub saxlamışlar. Onların ənənələri, musiqisi və dini inancları Himalayın ruhunu əks etdirir. Himalay dağları yalnız coğrafi möcüzə deyil, həm də insanların və təbiətin bir araya gəldiyi ərazidir. Bu dağlar həm ekoloji, həm mədəni, həm də dini baxımdan əhəmiyyətlidir. Onların qorunması və təbii sərvətlərinin düzgün idarə olunması gələcək nəsillərin də bu möcüzədən faydalana bilməsi üçün vacibdir. Himalay dağlarının sirli və gözəl dünyası yalnız ən yüksək zirvəsini fəth edən dağ alpinistlər üçün deyil, həm də təbiəti sevən hər kəs üçün kəşf edilməsini gözləyir. Beləliklə, bu dağlar haqqında daha çox öyrənmək və onların qorunmasına töhfə vermək hər birimizin vəzifəsidir. Suallara keçək. Mətnə əsasən Himalay dağlarında yaşayan yerli icmaların xüsusiyyətini müəyyən edin. Sərt şəraitə uyğunlaşmış olmaları. Bu doğru fikirdir. Mətndə də məhz eyni bu cümlə var. Yalnız balıqçılıqla məşğul. Bu səhvdir. Tamamilə müasir həyat tərzi. Səhvdir. Onların adət-ənənələrindən bəhs olunur. Yalnız şəhərlərdə yaşamaları. Bu da səhvdir. Çöl yerlərində yaşamamaları. Bu da səhv fikirdir. 22. Mətndə tünd qara hərflərlə yazılmış söz hansı nümunələrlə əvəz edilsə cümlənin məzmununa xələl gəlməz. Deməli, tünd qara hərflərlə yazılmış söz. Təcəssüm etdirmək. Gözəlliyini təcəssüm etdirmək. Bura indi baxaq hansılar yaza bilərik. Zidd uyğun gəlmir. Gözəlliyini əks etdirmək deyə bilərik. Gözəlliyini təbliğ etmək. Yəni, təbliğ etməklə əks etdirmək uyğunlaşmır. Təzahür etdirmək bu uyğundur. Ruhlandırmaq bu da yenə uyğunlaşmır. Cavab 2-4. Hansı cümlə mətnin giriş hissəsinə artırıla bilməz? Bu günə qədər Himalay haqqında çoxsaylı filmlər çəkilmiş, əsərlər yazılmış və saysız-hesabsız tədqiqatlar aparılmışdır. Giriş hissəni bir də oxuyaq. Deyir ki, Himalay dağları dünyanın ən yüksək zirvələrini özündə birləşdirir və s. ölkələri sadalayır. Yəni, ümumi bir məlumat verilir. Ümumi məlumatın içində biz onunla bağlı filmlər çəkilmiş, əsərlər yazılmışdı deyə bilərik. Bu doğrudur. Hər bir ölkə əhalisi bu dağın ona aid olan hissəsi ilə qürur hissi keçirir. Yenə 5 ölkə sayır orada. Onlardan sonra bu cümləni verə bilərik. Himalay dağı Çin ərazisində yerləşir. Bu səhvdir. Çünki orada deyir ki, müxtəlif ölkələrə ərazisi düşür. Gələnlər bu möhtəşəmliyin sehrinə düşürlər. Düzdür. Yəni, verə bilərik. Dünyada çox az adam tapılar ki, bu adı eşitməsin. Yenə bu da giriş hissəyə uyğundur. Amma C variantı tamamilə uyğun deyil. Digər suala baxaq. 23. Mətnə əsasən uyğunluğu müəyyən edin. Tamamilə dəqiqdir, ehtimaldır və yanlışdır. Hindistan plitəsi ilə Avrasiya plitəsinin hərəkətliliyi hələ də davam eləyir. Mətndə bu verilib. Konkret olaraq verilir. Səhv etmirəmsə 5 mm idi. Bu doğrudur. 1-ə A-nı yazırıq.
Silsilədə sərt iqlimə görə bitki örtüyü yoxdur. Bu səhv fikirdir. Çünki mətndə deyir ki, o yalnız coğrafi möcüzə yox, həm də insanların, təbiətin bir araya gəldiyi yerdir. Yəni ekoloji cəhətdən də bura əhəmiyyətlidir. Yəni burada necə deyək ki, bitki örtüyü yoxdur deyə bilmərik. Ona görə 3 yanlışdır. Dağlardakı buzlaqlar Himalayın əsas su ehtiyatını təşkil edir. Bununla bağlı konkret bir fikir verilməyib. Ona görə biz bunu ehtimal götürə bilərik. Çünki verilməyən bir şeyi yanlış da deyə bilmərik. Doğru da deyə bilmərik. Ehtimal eləyə bilərik sadəcə. Himalayda yaşayan əhali öz mədəni dəyərlərini qoruyub saxlamışdı. Bu doğru fikirdir, mətndə də verilir. Dağlarda resursların azlığı buradakı insanların yaşayışını çətinləşdirmişdi. Bu da yanlışdır. Çünki deyir ki, o insanlar artıq o mühitə öyrəşiblər. Onların öz adət-ənənələri var, yaşayış tərzləri var. Doğru cavab oldu 1A-D, 2C, 3B-yi. 24. Mətndə qarşısında rəqəm yazılmış ifadələr əsasında uyğunluğu müəyyən edin. Deməli, əvvəlcə həmin 2 sözü tapaq, ifadəni tapaq. Deməli, plitə, təchizat. Deməli, termindir deyir. Biz plitəni termin götürə bilərik. Çünki burada bizə coğrafiya ilə bağlı orada bizə bir məlumat verilir və plitədə iri, yastı səthi, düz daş, metal parçası deməkdir. Yəni burada coğrafiya ilə bağlı bizə termin verilib deyə bilərik. Ona görə 1-ə yazırıq. Ehtiyacları təmin etmək üçün lazım olan resurslar deməkdir. Bu təchizatdır. Daha sonra yer kürəsinin torpaq qatını təşkil edən parçalar mənasındadır. Elə bu plitədir. Bayaq deməyə çalışdığım da məhz bu idi. Vəsaitlərin israf edilməməsi anlamındadır. Bu uyğun gəlmir. Başqa kontekstdə hərbi xidmətdən buraxılma kimi də düşünülə bilər. Bu da hərbi xidmətdən buraxılma tərxis edilmə deməkdir. Bunlarla əlaqəsi yoxdur. Doğru cavab A, C, B. 25. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Himalay dağlarının ekoloji resursları zəngindir. Doğru fikirdir, mətndə verilir. Everest zirvəsi hələ də alpinistlər tərəfindən fəth olunmayıb. Bu yanlış fikirdir. Dünyanın ən yüksək zirvəsinin hündürlüyü hər il artır. Bu doğru fikirdir, mətndə də deyilir. Milyonlarla insan buzlaqlar səbəbindən susuzluqdan əziyyət çəkir. Yanlışdır. Himalay dağlarında yaşayan əhalinin musiqi mədəniyyəti də vardır. Bu da doğru fikirdir. Mətndə də onların mədəniyyətlərinin inkişaf etdiyi göstərilir. 26. Mətndə çərçivəyə alınmış söz əsasında sxemi tamamlayın. Bu sözü fərqli funksiyada cümlədə işlədib yazın. Deməli, əvvəlcə hansı funksiyada olduğunu tapmalıyıq. Çərçivəyə alınan söz. Dağın əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə bağlı deyil. Burada dağın əhəmiyyəti dedikdə bu informativ funksiya daşıyır. Yəni terminoloji deyə bilmərik. Dağ termin deyil. Poetik funksiyada da işlənməyib, qalır informativ funksiya. Fərqli funksiyada belə məcazi mənada necə işlədə bilərik? Məsələn, belə deyə bilərik ki, məsələn, onun qarşısında dağ boyda problemlər var idi. Yaxud ürəyində dağ boyda dərdi var idi. Artıq burada məcazi mənada işlətmiş oluruq. Bu cümlələri yaza bilərik. 27. Altından xətt çəkilmiş söz əsasında cədvəli tamamlayan nümunələr. Sözün həmin abzasla işlədilmiş qarşılığı, mətndə işlədilməyən başqa bir qarşılığı. Deməli, əvvəlcə həmin sözü tapırıq. Unikal. Deməli, bizim sözümüz unikal sözüdür. Həmin abzasda verilən qarşılığı unikal tayı bərabəri olmayan, bənzəri olmayan mənasında işlənir. İndi baxırıq bura. Məsələn, deyir nadir bitki və heyvan növləri. Nadir sözü bunun qarşılığı ola bilər. Nadir, unikal. Deməli, qarşılığına yazırıq nadir, tayı bərabəri olmayan. Mətndə işlədilməyən başqa bir qarşılığı, elə mənim dediyimi də bu hissəyə yaza bilirik. Necə dedim mən? Bənzəri olmayan.
qarşılığı tay bərabəri olmayan və s. 28. Eyler-Venn diaqramı əsasında mətnləri üslubi xüsusiyyətləri baxımından müqayisə edin. Deməli, əsas mətn dedik, publisistik üslubda informativ xarakterlidir. İkincidə isə bizə şeir verilib. Şeir bədii üslubdadır, poetik səciyyə daşıyır. Deməli, əsas mətnin xüsusiyyətlərinə belə yaza bilərik ki, publisistik üslubdadır. Fikirlər aydın verilir, hamı tərəfindən başa düşülə bilir, kütləvi anlaşıqlı dildədir. Digər mətn isə, yəni bu şeir isə bədii üslubdadır, məcazlardan, epitetdən, təşbihdən, yəni qısaca bədii təsir ifadə vasitələrindən istifadə olunur, nəzm şəklindədir, obrazlılıq var və s. Ortaq xüsusiyyətləri də hər ikisi xalq dilinə yaxındır, funksional üslublardadır. 29. Sxemi tamamlayan qeydlər aparın. Alpinistlərin üzləşdiyi məsələlərdən biri də Himalayda tez-tez güclü küləklərin olmasıdır. Everestin ən uca zirvəsi yuxarı troposferə doğru uzanır və stratosferə nüfuz eləyir. Buna görə də alpinistlər burada dondurucu küləklərə məruz qala bilərlər. 2004-cü ilin fevral ayında zirvədə küləyin sürəti saatda 280 km kimi qeydə alınıb. Everestdə küləklərin orta sürəti saatda 160 km-dir. Alpinistlər adətən yazda və payızda, Asiya musson mövsümü başlayanda və ya bitdikdə küləklərin daha zəif olduğu vaxt 7-10 günlük bir müddətdə buraya dırmanmağı seçirlər. Çərçivədə verilmiş fakt mətndə tünd qara hərflərlə verilmiş hökmü təkzib eləyir, yəni inkar eləyir, yoxsa təsdiq eləyir. Bir də qaydırıq yuxarıya. Hansı hissədədir o? Bir dəqiqə. Aha, tünd qara. Deyir ki, bu zirvəyə dırmanmaq fiziki güc və psixoloji dözümlülük tələb eləyir. Fiziki güc dedikdə məhz həmin küləklərə davam gətirməyi götürə bilərik. Yəni, təsdiq eləyir deyə bilərik. Ona görə bunu seçirik, təsdiq eləyir. Fikri də necə əsaslandıraq? Deməli, deyə bilərik ki, çərçivədəki bu mətndə görünür ki, həmin Himalayda xüsusi bir sərt iqlim var və buraya səyahət eləyən insanların xüsusi bacarıqları olması vacibdir ki, həmin o sərt iqlimə dözümlü olsunlar. Deməli, bu sərt və soyuq iqlimli əraziyə səyahət etmək hər insanın işi deyil. Yəni, onlar həm fiziki, həm də psixoloji cəhətdən bunlara hazırlıqlı olmalıdırlar. 30. Çərçivədə verilmiş tarixi faktla mətnin neçənci abzasını zənginləşdirmək mümkündür. Deməli, deyir, yaklardan Himalaya dırmanarkən mexaniki çarxların daşınması üçün istifadə olunur. Qalın xəzləri və iri ciyərləri olan bu heyvanlar 100 kiloqrama qədər çata bilirlər. Yaklar Himalay dağlarında yaşayan əhalinin təsərrüfatını təşkil eləyir. Deməli, mətndə onun faunasından, yəni heyvanat aləmindən danışılan bir hissə var idi. Əvvəlcə o hissəyə baxaq. Deməli, 1-ci, 2-ci, 3, 5... Aha, bu hissədədir. Qar leoparı, qırmızı pandalar və s. deyir, unikal faunasını təmsil eləyir. Biz bu heyvanlardan danışan hissəyə həmin o bayaqki cümlələri də artıra bilərik. Yəni, dediyim kimi, burada da faunadan danışılır deyə məhz buraya daha çox uyğundur. Deməli, abzas oldu 6. Əsaslandırma da həmin hissədə Himalayın faunasından danışılır. Bu qədər. Əlavə sualınız olarsa, videonun şərhlər hissəsinə yaza bilərsiniz. Növbəti videoda görüşənə qədər.